Kodiazda dərslər başladı və artıq tələbələrlə çox maraqlı məqam yaşanır. Özdə ki, Python proqramlaşdırma dilində. Tələbələrimdə görərəkdən anlayıram ki, həqiqətən də düz demişəm. Proqramlaşdırmanı səhv edərəkdən öyrənirsən. Nə qədər çox səhv etsən, bir o qədər gələcəyin peşəkarısan. Kodiazçılar və proqramlaşdırma dünyasına təzə gələnlər, proqramlaşdırma dünyası ilə nəfəs alanlar, hər kəs salamlar, necəsiniz? Bugündən etibarən yeni podkast gəlir. Box Time. Mən tələbələrlə artıq işləməyə başladım və onlardan gələn suallar, onları maraqlandıran anlar, xətalar çoxluğu, o qədər xəta eləyir tələbə və bu normaldır. Xətalar çoxluğu onu peşəkar edəcəkdir, amma o qədər maraqlı suallar verir ki, bir də görürsünüz ki, bu doğrudan da ki, bir mövzuya dönə biləcək qədər və sizlərlə paylaşacaq qədər maraqlıdır. Beləliklə, söhbət time'ım var idisə, indi isə Box Time gəlir. Haçan xətaları və tələbələrdən yaşanan anları məhz bu podkastda danışacağam. Beləliklə Yasifdə başladıq və nədən danışım? Mənim Python proqramlaşdırma dilində olan tələbələrim çox maraqlı suallar verirlər və onlarla bərabər mən artıq başladığıma görə özüm bilə-bilə problemin içinə salıram və öyrənmək istəyirəm ki, onlar bu problemdən necə çıxacaq və bir neçəsi də hətta başqa proqramlaşdırma dilini öyrənib gəlib. Amma Python fərqlidir axı. Bütün dillərdən fərqlidir və özüm bilə-bilə icraya vermədən qabaq həmişə soruşuram. Məsələn, ilk addımlarda mən həm dəyişən dəyərlərdən çox maraqlı suallar verirəm və eyni zamanda memorydən danışıram. Bu ilk dərsdə məncə ən vacib məqamdır Python proqramlaşdırma dilində. Və mən deyirəm ki, bir dəyişən yarat, amma öz ana dilində və yaxud rus dilində. Ya da istəyirsən, dili bilirsənsə Çin dilində yarat. Fərqi yoxdur. Sual ondadır. Həmin dildə dəyişən yaratsan və onu print funksiyası ilə ekrana çıxartmağa, ona aid olan dəyəri ekrana çıxartmağa cəhd eləsən, işləyərmi ya yox? Məhz bu edir proqramlaşdırma dilini maraqlı və həqiqətən də çox, həddən ziyadə çox başqa dildən gələnlər üçün daha maraqlı olur. Onları çox təəccübləndirir bu fakt. Sən demə işləyirmiş, sən demə işləyir və çox, həddən ziyadə çox maraqlı bir deyərdim effekt alınır. Əslində başqa dildə bunu etmək mümkün deyil. Azərbaycan dilində yaza bilmərsən, Rusca dəyişən yarada bilmərsən, amma Python heç nə demir. Çox maraqlı bir şeydir və özüm bilə-bilə belə bir şeyləri göstərəm ki, biləsiniz, Python tamamilə fərqli işləyir. Düzdür, bizlər deyirik, Pythonda dəyişən yarat və ona bir dəyər ver. Amma bunun barədə bir dəfə danışmışıq. Python proqramlaşdırma dilində dəyişənlər yoxdur. Hərdən də bilsiz deyinirəm, mənə lazımdır ki, axı bu tələbənin məntiqi artsın. Yarım kodu mən yazıram, digərini mən elə bir istək bildirirəm ki, onu tamamlamalıdır və ekranda mən qoyduğum şərti görməliyəm. Amma fikrimi hər dəfədə dəyişirəm. İstəyimi dəyişirəm. Yadınızda mən demişdim, mənim qarşıma Əzazil çox maraqlı direktorlar çıxıb, menecerlər çıxıb, gündə fikirlərini dəyişirdi də, gündə. Və bu, bəlkə də o vaxtları heç sevmirdim belə şeyi, amma bu proqramçını çox möhkəm edir və fikri dəyişən bir insanların və yaxud da ümumiyyətlə məsələ, qoyulan məsələ hər an dəyişə bilərsə, kod elə yazmalısan ki, bütün dəyişikliklərə hazır ola. Özüm bilə-bilə bax, belə şeyləri edəndə bir də göstərsək deyirlər ki, müəllim, bunu əvvəldən dedə. Bax, həqiqətən də bu eylər sizi möhkəm edəcək. Mən bilə-bilə belə şeyləri edəm, yoxlayıram. Məntiqi olaraq yoxlayıram ki, qoyduğum məsələni necə həll edər və beləliklə dəyişən və dəyərlərlə düzgün işləmə prinsipinə sahib olurlar. Bu prinsip əsasdır. Dəyişəni niyə yaradırsan və ona nə dəyər verirsən? İstənilən proqramlaşdırma dilində ən vacibi dəyərdir. Onu daşıyan dəyişəndir. Yəni bu dəyərə sabah əlim dəfələrlə bir çox yerdə dəyməsi üçün, əlim ona çatması üçün dəyişən mövcuddur. Və bunu hər bir növdə göstərməyə cəhd edirəm və həqiqətən də bir də görürsünüz ki, ayda siz məndən bunu istəyirmişsiniz,
deyə sonradan mənim kaprizlərim üzərindən gəlirlər və bu da olur maraqlı. Dəyişəni niyə görə yaradırsan? Və sən demə sifarişi elə bir şey deyə bilər ki, yaratdığın siyasət, texnika, taktika işləmədi. Çünki bu kaprizə, bu dəyişikliyə hazır deyildin. Əvvəldən dəyişən və dəyərləri məncə düzgün yazıb yaratmaq şərtdir. Mən bir də ilk dərsdə bilirsiniz nə deyirəm? Memory barədə, Python memory'də bir nömrədir, maraqlıdır həqiqətən. Mən deyədim Rust dilindən sonra gələn ikinci dildir. Memory ilə bağlı olan Rust aydın məsələdir, başqadır, amma mən indidən deyirəm ki, biləsiniz ki, səhnə arxasında çox maraqlı bir prinsip dayanır. Təmizləmə prinsipi. Sən istifadə etmədiyin obyektlər təmizlənir garbage collector vasitəsilə və əgər sən C-də yazırsansa, sən məcbursan yaddaşa özün müdaxilə edəsən, lazım olmayanları siləsən və s. və ilaxır. Amma Pythonda hər şey tənzimlənib. Və vurğulayıram, Python proqramlaşdırma dilində hiss etməsən də, əvvəl ilk addımların belə OP-dədir. Amma sadəcə bilmirsən, hiss eləmirsən və onu asta-asta görəcəksən. Ona görə də bir də görürsünüz ki, bu prosedur dili ilə başlayırıq, funksional dili ilə başlayırıq. İstər PHP, istər JavaScript, istərsə də Python'dan. Amma bir Python'dır, bir də JavaScript'dir ki, sən istər-istəməz ilk birinci artıq addımların OP-dir. Onu hiss eləməsən, görməsən də OP-dir. Düzdür, PHP həqiqi funksionaldan başlayır, həqiqi prosedurdan başlayır, sonra keçir OP-yə. Amma Python da əslində OP ilə başlayırsa, amma o qədər sadə yazı sintaksisinə sahibdir ki, əvvəllərdə hamı deyir, Python ən rahat, ən sadə sintaksisə malikdir. Nə xoşdur o dildə yazmağa və eyni zamanda ilk dərslərdən hazır edirəm ki, baxın əslində OP-də yazırsınız və buna olan sübut və dəlillərimi də göstərirəm. Üstəlik də ki, deyirəm, bu qədər işin içində obyektlərlə işləyirsiniz, OP dünyasıyla işləyirsiniz. İlk adımda belə və buna Python artıq diqqət yetirir, səhnə arxası. İstifadə etmədiyin hər bir obyekt və ya obyektlər təmizlənir. Garbage collector vasitəsilə. Üstəlik Pythonda mutable və immutable deyə çox maraqlı bir bilik var. Məhz bunu memoryaya aid ayrıca ilk dərslərdə vurğulayıram. Mənim memoryaya ayrıca vurğulamam bilirsiniz nəyə görədir? Çünki tərkibi dəyişən var, biz ona mutable deyirik, data tiplərdən və memoryada özünü tam fərqli aparır. Bir də var ki, tərkibi dəyişməyən, immutable. Və bunu indidən asta-asta yaxın edirəm bu mövzunu tələbəyə və data tiplərin memoryada yaşam tərzi də fərqlidir. Amma Pythonda bunları bilib düzgün yazmaq lazım. Mutable elementləri Pythonda o qədər diqqətlə, o qədər asta yanaşaraqdan yaradıb işləmək lazımdır ki, bu işin peşəkarı olasan. Məsələn, indidən vurğulayıram ki, bax, PHP proqramlaşdırma dilindən fərqli olaraq Pythonda, əgər sən Pythonda list və dictionary, bunlar tərkibi dəyişən və buna deyirik biz mutable elementi, yəni birbaşa dəyişə bilir içində hər bir şey. Amma PHP-də həmin belə bir şeyə biz array deyirik. Məsələn, bir dəyişən yaratsan və bərabər etsən həmin array-ə PHP-də və eyni zamanda deyək ki, Pythonda bir dəyişən yaradırsan və bərabər edirsən list və ya dictionary, fərq edəmir. Gəlin deyək list, çünki görüntü ilə array ilə list PHP ilə Pythonda eyni görüntüyə sahibdir. Və məsələn nədir? Bir dəyişən yaratmışam A, düzdürmü? Bərabərdir list. İçində 1, 2, 3 yazılsın məsələn. Bunu mən PHP-də də eləyirəm, Pythonda da eləyirəm, düzdürmü? Məsələn, onda ki, son aşağıda yazıram ki, B bərabərdir. Aydın məsələdir ki, PHP-də dollar B deyirik, amma Pythonda heç bir işarə lazım deyil. B bərabərdir A-ya. Yəni, bu deməkdir ki, A nəyə bərabərdirsə, B də gedib ona bərabər olacaq. Bu ona qədər iki dillə bu aspekt eynidir. Yəni, B-ni də desəm ki, çapa versəm göstərməni, A-nı da görəcəm ki, bir array və yaxud da ki, listdir, içində 1, 2, 3. Buna söz yox. Amma Python proqramlaşdırma dilində sən getsən A-nın əli ilə nə isə dəyişsən,
deyək ki 1 2 3 idi. Nəsə əlavə edirsən və yaxud da ki silirsən, deyək ki 1-i sildik, 2 3 qaldı. Python proqramlaşdırma dilində A-da da, B-də də yenə də mutable olduğuna görə ancaq 2 3-dən qalacaq. Başqa heç nə qalmayacaq. 2 və 3. Yəni A-da dəyişdinsə, B-də də dəyişəcək. Tərkibi dəyişən memory-də istinad nöqtəsi bir vahiddir. Amma PHP proqramlaşdırma dilində isə hər şey fərqlidir. Nə qədər ki array-yə toxunmamısan, dəyişməmisən içində, problem deyil. İkisi də eynidir. Amma məsələ ondadır ki, PHP tam fərqli işləyir. Sən əgər A-da demişdin, bərabərdir array içində 1 2 3. Oradan 1-i silsən, A olacaq içində 2 3, amma B hansı ki bərabər idi A-ya, B olacaq 1 2 3. Çox maraqlı bir məqamdır. Məsələ ondadır ki, PHP-nin iç motor hissəsi, belə deyim, içindəki baş verənlər Python-dan tam fərqlidir. Bax, burada da memory məsələsi üzə çıxır. Copy on write baş verir PHP-də əslində. Python-da o baş vermir. Yəni, dəyişiklik baş verən kimi B-yə tez memory-də həmin array kopyası çıxarılır, verilir, şamil edilir birbaşa B-yə. Yəni, A özünü dəyişməmiş, B-yə əvvəlki dəyərini verir, saxlayır onda və A dəyişir. Belə bir yaxın bir məsələni misal kimi göstərirəm. Yəni bir çox dillər özlərini belə də aparır, amma Python deyir: mənə müraciət etdiyin tərkibi dəyişən memory-də əgər bir mutable elementə toxunursansa, bil, nə dəyişənlə mənə yönəlsən, bir yerə yönəlmisənsə, o hər yerdə eyni göstərəcəkdir və bizlər funksiya yazanda da çox diqqətli oluruq. Həddən ziyadə Python proqramlaşdırma dilində mən ümumiyyətlə Python videolarında bunları ayrıca xüsusən vurğulamışam və yetərincə video var bunlara dair. Və deyirəm, memory-də mutable, immutable tam fərqlidir. Sizlər buna yönələrkən bilin, gələcəkdə aşağıda hansısa bir dəyişənlərlə, amma bir listə baxmısınsa, bir mutable elementə baxmısınsa, hansısa biri ilə dəyişiklik eləmişsinizsə, hər yerə şamil olunur. Bu da PHP deyil ki, ancaq dəyişdiyinə şamil edə. Və belə şeylər var ki, indidən vurğulayıram, söz olaraq vurğulayıram, müqayisə olaraq vurğulayıram. Niyə? Proqramçı bunu indidən bilməlidir, tələbə bunu bilməlidir və gələcəkdə onsa onun bug'lar gözləyir, yəni xətalar. Məsələn, ona görə box time'dır. Yəni o qədər xətalar olacaq ki, amma dəfələrlə yadına salaraqdan bu məsələni onu bu işdə peşəkar etməyə çalışıram ki, sonra deməsin ki, niyə, nə oldu, tez yadına salacaq. Hə, xəta məndə, box time. Yəni, mən niyə yadımdan çıxartdım ki, istifadə etdiyim data tip mutable ailəsindəndir və bu memory də başqa bir yerdir, başqa bir imkandır, başqa bir imtiyazdır. Bunu indidən Python tələbələrim bilməlidir. Mən istəyərəm bir məqamı da vurğulayım. Deməli, həqiqətən də box time'dır. Deməli, tələbəyə deyəm ki, bir dəyişən yarat. Yenə də C ailəsindən gəlibsə, tez gedir, nə edir? Camel case dəyişən yaradır. Əgər başqa proqramlaşdırma dilində artıq yazıb gəlibsə yanıma. Amma demişəm, bütün tələbələrimə bir söz deyirəm. Yanıma gəldin, sıfırsan. Mən heç yoxlamıram, nə bacarığım var, nə biliyim var, nə arzularım var. Sıfır. Yəni bir mənalı olaraq, amma deyəm dəyişən yarat, əli öyrəşib camel case-də yaratmağa, hər ikinci və ondan sonraki sözlər ilk birinci hərfi böyük yazır. Amma deyəm bir dəqiqə, elə deyil. Python proqramlaşdırma dilində hər kəs dəyişənini snake case-də yazmalıdır. Və heç bir böyük hərf dəyişən adında heç iştirak etməməlidir. Heç funksiyada da iştirak etməməlidir. Pythonist deyirik biz ona. Pythonçu, Pythonist. Pythonist bir mənalı olaraq müəyyən bir protokol var ki, ona riayət etməlidir. Biz ona deyirik PEP standartlar. Ayrıca bir də gözür ki, tələbənin əlindən vururam ki, sözün yaxşı mənasında hop, sildin, təzdən yazırıq. Mənim tələbələrim nədən bezməsə də silib təzdən yazmaqdan bezirlər, amma bu mənim şərtimdir. Yaxşı öyrənməyin başqa bir variantı yoxdur. Gördüm düz yazmır ha. Sil təzdən yaz. Mən o qədər Python varı yazıram ki, bir də görürsünüz ki, PHP-də ya da JavaScript-də bir dəyişən yaradıramsa, məndən asılı deyil. Mən artıq gedib snake case-də yaradıram.
Bu mənə mane olmur. Çox maraqlı bir oxunaqlı variantdır. Deyərdim ki, əvvəllər çox sevdiyim Camel Case-dən ayrılmışam, Snake Case-ə keçirəm. Artıq PHP-də də özümdən asılı deyil. JavaScript-də də artıq dəyişən yaradıramsa Snake Case-də yaradıram. Və beləliklə deyirəm, bir dəqiqə, Pythonca deyilsən, bu nədir belə? Tez Snake Case-də dəyişən adı yarat. Gəlin mən sizə sonda bir məqamı da deyim, həqiqətən də bu xətadır. Əsl box time-da danışa biləcəyim bir mövzudur. Deməli, tələbələrin neçəsinə deyirəm ki, dəyişən yarat. Ola bilsin, yəni başqa bir dildən gəlib, indi Python-a marağı var, Python öyrənməsi, Python peşəkarı olmaq istəyir və öyrənib də A bərabərdir 5 yazmağa və deyirəm bir də görürsünüz ki, enterlər çoxlu vurur, öz ürəyi istədiyi kimi məsafəni vermək üçün. Deyirəm bir dəqiqə. Python belə deyil. PHP yazsan, JavaScript yazsan tamam. C ailəsi dünyasında sən necə rahatdır özün üçün edə bilərsən. Amma Python elə deyil. Yazır A bərabərdir 5 və bərabər işarəsinin sağı solu boşluqla əhatəli deyil. Pythonda belə bir şey olmaz. Xətadırmı? Error alarsanmı? Xeyr. Amma vizual və protokol olaraq bəli, xətadır. Yəni belə bir bug gələcəkdə sənin üçün çox böyük bir problem olacaq. Çünki get-gedə müasir toollara müraciət edəcəksən, müasir deyək ki, imkanlarla bərabər kodu yazacaqsan, bax o müasir imkanlar sənə icazə verməyəcək. Qeyri deyərdim ki, peşəkar və heç də düzgün protokola aid olmayan boşluqlara sahib olasan, kod yazasan mümkün deyil. PEP standartı var ki, sənə deyir ki, nədən sonra nə qədər boşluq yaza bilərsən. Harda sən bərabərdən sonra boşluq yaza bilərsən, harda yaza bilməzsən. Yəni, ürəyin istədiyi kimi 3 dənə enter yazanmarsan, ürəyin istədiyi kimi A bərabərdir 5-i sıx olaraq yaza bilmərsən. Bunlar standartdır. Görürəm ki, 100% gəlib məsələn C++-dan və deyəm bir dəqiqə, elə deyil. Burada, Pythonda belə yazılmır. A bərabərdir 5, artıq olsun ilk birinci dərsimizdir. Artıq səhvdir. Olmaz. Yəni onlara bunu deməklə görürəm ki, bəli müəllim, yaxşı müəllim deyirlər, amma əl öyrəşib. Mənə düşən vəzifə bir də bu təmiz kodu təşkil etməkdir. Mən hələ icazə vermirəm ki, kodu formata gətirən əlavə bir imkanları qoşaq. Mən özüm istəyirəm ki, əli öyrəşsin və ən təmiz VS kodun içində yazılır. Heç nə ora əlavə yazmırıq. Gələcəyinə sonra daha da peşəkarcasına yazanda xidməti olaraq tez işimizi təşkil edə biləcək formatı, boşluğu, hamısını təşkil edə biləcək bəlkə də bir imkanları qoşarıq. Amma əvvəldə yox, əvvəldə necə yazılmalıdır? Bunu gözəl bilməlidir Pythonist. Amma həqiqətən də dərslərdə görürəm ki, müəllim, öyrəşənməmişəm də. Məhz elə onun üçün deyirəm ki, bu öyrəşmək lazımdır. Başqa variantı yoxdur. Bu xətalarla, bu yeniliklərlə biz peşəkar olacaq. Mənim istəyim proqramlaşdırma dili səndən hansı formada və nəyi tələb edirsə elə də yaz. Niyə? Çünki sən düşəcəksən elə bir proqramçı heyətinə, elə bir qrupa, biz ona team deyirik. Team leader sənin koduna baxacaq və ya da ki, başqaları sənin kodunu görəcək və qeyri-səlis, təmiz olmayan bir kod görəcək. Deyəcək, təzədir da, təzə, belə olmamalıdır. Amma yeni gələrkən də gözəl kodu yazma olaraq, düzdürmü, həmin proqramçı heyətində olarkən və mütləq şəkildə tələbələr nə qədər etsə də, müəllim, öyrəşmişəm də deyənlərin belə deyirəm, sil təzdən yaz. Sil onu təzdən yaz. Python səndən belə səliqəsiz kod istəməz. Yəni biz ayrıca mən dərslərimin birində buna dair bir dərs çəkmişəm və onu bütövlüklə yoxlayan, PEP standartı yoxlayan bir neçə şeyləri tətbiq edib göstərmişəm. Yəni olmaz da, olmaz. Ayrıca JetBrains-in proqramı var ki, ümumiyyətlə bütün standartları yoxlayırsan. Python'da düz yazmadın, altından sarı xətt, altından qırmızı xətt, altından hər hansı bir rəngdə xətt göstərir ki,
Bunu sən standartdan kənar yazırsan. Diqqət yetir deyir. Niyə? Çünki Python proqramlaşdırma kodu əslində qısa yazılmır da. Yəni çox maraqlı, deməli, həm təsəvvür edin ki, sən kodları dəvət edirsən, o kodlardan, maraqlı metodlardan istifadə edirsən, get-gedə sənin yazdığın kod biri-birindən uzun çıxır, məqsədli çıxır, yaxşı deməli yazırsa, amma sən səliqə orada təşkil etməsən, axı Python proqramlaşdırma dili indentation, yəni məsafədən asılı olan, blok məsafəsinə asılı olan dildir. Bax, belə şeylərdə, məsafədə, enterdə bir boşluq verdinsə əlavə, sənin kodun dayana bilər. Ona görə nə edirik? Python proqramlaşdırma dilində ilk dərslərdən gözəl yazırıq. Gözəl yazmadın, bu xətadır. Yəni bug. Bir mənalı olaraq, nə olsun kodun dayanmır, amma səliqən yoxdur. Eyni zamanda səliqəyə də ehtiyac var. Mənim işim bunların hamısını göstərməkdir. Mən artıq başa düşürəm ki, tələbələrim məndən və mənim tələbələrdən çəkdiklərim olacaqdır. Amma gələcək gözəl olsun, inşallah qalanı təfərrüatdır. Mənim istəyim Azərbaycanda hər kəs, onsuz da mən yetərincə video qoymuşam. Başlayıb peşəkar olmaq üçün Python, PHP, JavaScript videoları var və gəlməkdə də davam edir. Bu videolara baxaraqdan da peşəkar ola bilirsən. Eyni zamanda dərsdə mənim dəfələrlə onu düz yazmadın, bunu düz eləmədin, başqa cür yaz, filan cür yaz deməyimlə də bu işin peşəkarı olacaqsan. Sadəcə hər kəsə əsas nədir? Səbir və iradə. Tənbəllik deyə bir şey heç vaxt olmamalıdır, bir mənalı olaraq. Ona görə nə edirsiniz edin, özünüz öyrənsəniz belə, bax, nə edirsiniz edin, tək özünüz olsanız belə tənbəlliyi yığışdırın. Mənim keçmiş tələbələrim bilir, amma yeniləri bilmir ki, təslim olmağın, tənbəl olmağın və düz yazmamağın cəriməsi var. Elə onları nələr gözləyir, nələr.